Samir Abbasov məsələsinə gələk, mətbuat konfransında təbii ki, xal itirirsə, uduzursa və yaxud teçə eləyirsə, jurnalistlər daha çox yüklənirlər Samir Abbasova. Ötən mətbuat konfransında da biz bunu gördük. Bu dəfə də demək olar ki, eyni mövzunun ardı gəldi. Ağdadaş Salyanski məsələsinə toxundu. Ötən verilişimizdə danışmamışdıq, üzərinə getməmişdi. Amma madam ki, yenidən özü qayıtdı bu məsələyə, biz də qayıdaq. Özdə necə qayıdaq? Deyir, mən sevinirəm ki, Ağdadaş Salyanskinin vəkilləri var bu ölkədə. Onu qoruyurlar, vəkilləri çoxalıb. Bu məni sevindirir, Azərbaycanlı futbolçunu qorumaq lazımdır. Amma bunu ironiya ilə dedi. Yəni, uşaq deyilik də, o deyiliş ironik yanaşma idi. İlk növbədə, ay Samir müəllim, elə Ağdadaşın vəkili sən olmalısan birinci. Gedib o Yuri Matias və onun kimi əcnəbi bugün burada olub, sabah burada olmayan futbolçuları müdafiə eləməkdənsə və onun vəkili olmaqdansa, necə ki bundan öncəki mətbuat konferansında Yuri Matiasın vəkili idin. Müdafiə eləyirdin ki, bütün futbolçuların belə oynamalıdır, belə əzmkarlıq nümayiş etdirməlidir, belə mübariz olmalıdır. Sən öz oyunçunu niyə sındırırsan və indi növbəti dəfədə sual verəndə deyirsən ki, Ağdadaşın vəkilləri artıb. Neftçinin yetirməsidir. Neftçinin yetirməsini qoyuram bir kənara. Öz balamız, öz uşağımızdır, öz futbolçumuzdur. Sən ona dəstək olmalısan, onun vəkili birinci elə sən olmalısan. Vəkil mövzusu ilə əgər məsələyə giririksə. Vəkili birinci sən olmalısan. Yuri Matias və onun kimləri müdafiə eləməli deyilsən. Sən o futbolçu bilirsən ki, gəncdə hərənin bir psixologiyası var. Məsələn, Rüfət var idi, indi Şamaxıdadır. Başqa xarakterin insanıdır da, biraz acı sözdür, biraz tənqid elə və yaxud biraz üzərinə get, depressiyaya düşəcək, özünə gələ bilməyəcək. Nə olsun profesional futbolçudur? Var da, hərənin öz yanaşması var, xarakteri var. Ağdadaş Salyanskini sən niyə o formada mətbuat konferansında tənqid eləyirsən? Və sonra da deyirsən ki, bu mənim işimdir, bilərəm, özüm bilərəm kimi tənqid eləyərəm, kimə hansı formada yanaşaram. Bir daha göstərdik ki, biz Ağdadaş Salyanskiyə güvənirik, yenə də əsas heyətdə oynamağa şans verdik. Və ən yaxşılardan da biri Ağdadaş idi. Oradan da yaxşı oynayırdı Ağdadaş. O oyunda... Yəni, bu yanaşmanı dəyişməlidir. Samir müəllim, bax, bu fikirlərlə, bu danışıqlarla çox uzağa gedən deyil. Birinci mövsümündə də Neftçidə eyni problemlə üzləşmişdi. Azarkeşlə bağlı bax məsələyə toxundu. Qarabağ Neftçi arasında ustalıq səviyyəsinə toxundu. İstər-istəməz qıcıq oyatdı ictimaiyyətdə və Neftçi fanatlar arasında. Bir qədər məncə danışıqlara fikir vermək, nə bilim valla. O momentlər olur da, məsələn, futbolçu var ki, sən demiş, hərənin özünün gərək psixoloq olsun, məşqçi, hərənin özünün hər cürə yanaşma var. Hansı futbolçunu sən sığallayırsan, hansı futbolçuya tənqid edirsən, hansı futbolçu məsələn sirkələnmək istəyirsə, onu sirkələyə, onu sənə heç kim demir. Amma ictimaiyyət qarşısında yox da. Mətbuat konferansında yox da. Onun yeri ora deyil axı. Geyinmə otağı nə üçündür? Oyun bitdi, iclas nə üçündür? Və yaxud təhbətək danış. Toplum şəkildə bu futbolçuya deyəndə də bəlkə də ona təsir eləyə bilər. Düzdür? Düzdür. Fərdi yanaşma deyilən bir şey var da. Onu özləri, özü şeydə də bu mətbuat konferansında da bu axırıncı oyundan sonra jurnalistlər suallar verirdilər ona. O da elə mətbuat konferansında da vurğuladı orada o cavablarını verdi o jurnalistlərə. Axırda da deyir ki, yəni elə şeylər deyir, sual verirsiniz ki, işıqları söndürək, xanımları da çıxardaq, danışaq. Orada axırıncı sualına verirlər ona, elə deyir o. Neftçiyə qarşı nə ilə bağlı idi? Zəif oyna, yox. Nə ilə bağlı idi? Adamdan da çıxdı. Siz gedib Gəncəyə qəsdən. Qəsdən uduzmuş. Yox, jurnalist... O veriləsi sual deyildi o. Birincisi, yəni o qeyri-peşikar sualdır. Bəli. Qeyri-peşikar sualdır. Bunlar da elə sual... Yəni sən necə bilərəkdən gəlib uduza bilərsən? Qardaş, bir dənə qulaq az. Bax, bu adam bilirsən ki, bu adam biraz qırmızı sifət adamdır da bu Samir müəllim. Hamı bunu tanıyır ki, nə var dilində deyəcək onu sıra. Düzdürmü?
Yəni ona məsələn deyirlər ki, qardaş bu dilində nə var deyəcək. Biraz bunu Araz Qarabağ Simboli- oyununda provokasiya, təhrik. Bu Samir Abbasova keçir ha. Ay sağ ol. O cür Biraz şey eləyək. iynəli Biraz suallar oradan keçir. Temboli komanda udduğu yerdə axırdan-axıra uduzduğuna çatmırdı. İynəli sual verirlər. Buradan komanda getdi Gəncəyə uduzdu. Və deyirlər Martın Qəsdən 22-sinə bir şey uduzmuşlar. qalmayıb. Martın 22-si Bu yazıq nə desin Cavuz? özü dilindən çıxardıb da vaxtı ilə Martın 22-si Yox söhbət. elə belə deyil. Hər dəfə indi Martın 22-sinə yaxınlaşanda hər dəfə sualı veriləcək. Sual verəcək. Yəni Ona deyib ki, demək mən odur deməmişəm, hansı jurnalist ildir. də bilir ki, bax bunu qızışdırmaqdan ötürü Samir mən yenə nəsə deyəcək, nəsə qalmaq olacaq. Yox, o veriləsi sual deyil axı. Sual Gedib kəpəzə bilərəkdən. Niyə qəsdən uduzum ki, dəliyəm? Yox, o oyunlar olur. Məsələn, görürsən çempionat oyunları gedir. Tutaq ki, da məsələn hansısa Angliya çempionatı və yaxud da İspaniyada ya İtaliyada Milan tutaq ki, ikinci yerlə 15 xal fərqi var. Gedir oynayır Bologna ilə axırıncı yerdə gedəndən 1-0 uduzur deyirlər ki, kimsə şot yazanlar, nə bilim, variant yazanlar Fırladılar oyunu. fırlatdılar, yavını qəsdən uduzdular, milləti kül elədilər. İndi də onun kimi Neftçi yazıq özü yavaş-yavaş 1 xal, 3 xal udur, heç-heçə. Yavaş-yavaş həm istəyir çempionatda dirçəlsin, həm kubokda qabağa getsin. Sən gedib Gəncəyə necə qəsdən uduza bilərsən? Yəni belə bildin, yəni şey sualdır da. İminlə elə verir ki o sualı. Yersiz sualdır. Və özündən Mənasız çıxar. sualdır. Və Bir özündən çıx görüm nə deyəcəksən. O da ona görə qayıdır ki, işıqları söndürün, söhbət eləyir. Yəni necə deməlidir? Düppədüz də verir onun cavabını. İşıqlar söndürür, xanımlar da çıxsın. Ay sağ ol. Düppədüz elə o kim verir bu sualı ona yaraşan. Gəlin söyüşlə danışaq. Fikirlərimi icazə verin söyüşlə. Vallahi nə bilim yenə deyirəm. Amma o Tovuz komandası. birinci yanaşmada yanlışlığı çoxdur Samir Abbas. İndi onu orasını özü bilər. Mən nəsə bir söz demək istəmirəm. Özü deyir, danışır belənsinə məşqçidir. Öz fikri var, fikrini də danışır, deyir, suallar da verəndə izah eləyir.